Çox təşəkkür edirəm əziz dostlardan. Eyni zamanda təkrardan üzr istəyirəm. Birinci hissənin çox uzun olduğu üçün mən buraya da heç baxmırdım yazılara. Onu da dedim söhbətin içərisində. O yüzden tam bilə bilmədim zamanın hazır olduğunu. Konu başlıqlarını yazmışdım. O haqda danışacağım deyə onları bəyan etməyə çalışdım. Çox uzun sürdüyünü bilə bilmədim. Yenə istəyirəm. Eyni zamanda dostlara da təşəkkür edirəm. Bir neçə məsələ mətrəh oldu. Birincisi bu BBC etiraz məsələsi. Mən bunu əslində sadəcə onu bir misal olaraq BBC-nin binasının önünə getməyi dedim. Yəni mən zənn edirəm ki, biz bunun üstündə danışmalıyıq ki, necə bir etiraz gəlişdirməliyik. Bəlkə internet üzərindən ola bilər bu. Bəlkə ifadə azadlığı olan bəzi Avropadakı bəzi qurumlar bu haqda şeydirlər. Bəlkə onlara başvuruda buluna bilərik. Heç lazım deyil əslən Britaniya dövlətinə başvuraq. Yəni bunu sadəcə bir xam fikir olaraq ortaya attım ki, üzərində məncə tartışıla bilər və bir şeylər gəlişdirilə bilər və hər halükarında orası Avropadır və orada demokrasi vardır və bir şəkildə səsimizi bildirə bilərik. Elə bizim lazım da deyil 40 min nəfər ola bir yabancı bir şeyin, xarici bir millətin bir yerdə protesto eləməsi sadəcə az olsa da yansıyır medialara və yansıması önəmlidir. Bu ki biz etirazımızı bildirək. Bu çox önəmli bir məsələdir. İkinci bir məsələ o şəxsiyyətlərin vurulması məsələsidir. Bu məsələ çox ciddi bir məsələdir. Yəni bir şəxsiyyətlərin vurulması haqqında söhbət getdi. Bu məsələ biraz qorxunc bir məsələdir. Yəni biz şəxsiyyətləri tartışıb ya onların bu sağlıqlı bir şəkildə yürümür. Bunu demək istəyirəm. Yəni bir insan misal verirəm. Şah İsmail haqqında bir fikir yürüdülürsə, buna sən eləyə bilərsən, yəni bu tarixi faktları qoyarsan ki, bu burada bu elədi, orada elədi. Ancaq mən oxuyuram, görürəm ki, heç bir şeyə dayanmadan bunu misal üçün filan şəxsin filan yerə bağlandığı deyilir. Mədə gücündən söz demək olmaz. Varında sənət üzə çıxar, yoxunda eləyə bilməzsən. Və o sənətlər də üçün tarixi sənətdirlər. Bilən biz 500 il yaxud 1000 il yaxud 200 il, hətta 100 il, 50 il belə bundan öncədən söhbət etdiyimizdə o sənəd ki sunulur, sənəd var ola bilər. O sənədin özünün nə dərəcədə mötəbər olması önəmlidir. Birdən Babək haqqında birisi 7 imamlı, birisi 12 imamlı Şiə deyir, birisi kökündən Xürrəmi dinindən deyir, birisi kökündən Zərdüşt deyir, birisi ayrı bir şey deyil. Yəni düşünün, bir dənə İslami bir xəlifəlik var idi, ona qarşı savaşırdı. Yəni ərəb istilasına qarşı savaşırdı. Təbii ki, o qarşı tərəfdə durub buna mən çox üzr istəyirəm də, bir də bəzi mətnlərdə hərəmzadə yazıblar, bəzi mətnlərdə bir şeylər yazıblar. Yəni çox təbiidir bu. O dönəm yazanların bir çoxu da dərbarı idilər. Dərbarı olmayanların da onların özlərinin bəzilərinin əsəbiyyətləri, mənsubiyyətləri, təəssübləri olub da bu işləri görmüş də ola bilərlər. Biz baxmalıyıq bu adamın başqa yazılarını, bu nə bir yazar da, nə deyir, nə eləyir. Yəni bu çox önəmli məsələlərdən birisidir. Qaldı ki, misal deyirəm, Şah İsmail bizim dini alimimiz deyil ki, duraq eləyək. Ola bilsin Şiəli İranda misal üçün rəsmi eləmiş ola bilər. Yəni bir də düşünün, bunun Şiəlinin rəsmi elədiyini qəbul edirlər, amma Türkçənin rəsmi elədiyini qəbul etmirlər. Necə yəni? Bu belə bir şey olmaz ki. Yəni o zaman bir dənə anayasa yox idi ki, anayasada dura yazar ki, bu ölkənin rəsmi dili Türkçədir. Yəni bu səfsətə yoluna girmiş oluruq burada, mən zənn edirəm. Yəni bunların məntiqli ortamda tartışılması lazım. Götürüb onu əngəlləyərək, buna saldıraraq, buna vətən xaini, fars, bilməm nə filan deyərək heç bir yerə varılmaz və bu dediyim kimi o içəridəki insanımızı biz az bir şey nəzərdə tutmayaq. Onlar ən yaxşısını bilirlər və yəni millətimiz buna qərar verəcək. O adamlar izolə olurlar. Bunların özlərinin bundan xəbərləri yoxdur, amma onlara qarşı bir şey gəlişir. Bir məsələ də Azərbaycan və türklük kimliyi haqqında. Bu məsələ, yəni baxın, Zəngə zərgəri.
Türk bizim etniyimizin adıdır. Bu qədər basit. Bu dəyişdiriləməz. Bu nə Azəri ilə, nə Azərbaycanla, nə ayrı bir şeylə dəyişdiriləməz. Millət isə etnik, tam olaraq etnik ilə örtüşən bir şey deyil. Yəni bizim ən azından sunduğumuz tərif bu deyil. Millət çox güclü bir kəlmədir. Yəni bizim sunduğumuz tərif deyil. Biz deyirik ki, bunu hüquqi siyasi açıdan bəhs edirik. Yəni bu şeydən danışdığımızda bir də dünyanın harasında bir də Azərbaycan Türk milləti də deyirlər. Mən buna hələ çox qarşı deyirəm. Nəysə ki, o coğrafiyanı və istiqlalı qəbul eləyib bu ifadə. Bu ifadə özlüyündə qəbul eləyib. Amma şöyle bir şey var. Dünya arasında Fransa, Frank milleti, Çin milleti, Japonya, Japon milleti, Amerika, Anglo-Sakson milleti deyiblər də biz də gələk deyək ki, Azərbaycan Türk milleti. Yəni bunlar dünyadan bir örnek verin. Biz durup bazı ideolojilər kimi dünyaya qarşı savaş açacaq deyilik. Yəni bu çox mənfi bir şeydir. Belə bir şey olmaz. Biz gərək dünyada, yəni dünya hüquq dediğimiz şeydə dünyada süre gələn gəlişən bir dənə hüquq anlayışı vardır. Biz o hüquq anlayışı içərisində söhbət edirik. Və birdən qəbul edən məsələn birdən etnik qrup deyəndə qaraların, zəncilərin hamısını bir etnik qrubu kimi birdən verilir. Məsələn qara deyə yazılır orada. Ola bilər. Hər ölkədə də bəzi şeylərin bir anlayışı da fərqli ola bilər. Ancaq bu bəhslər əslində oradan başlamamışdır deyə düşünürəm. Mən bu Azərbaycanın istiqlalı və İranda qalış məsələsi olduğu kimi algılayıram. Hər halda bu şeydə məsələdə təəssübüm yoxdur. Bu algını sındırsınlar əgər bu algını onlar veriblər. Bir ayrı məsələdə şey məsələsidir ki, o ideolojilərə qurban olmayaq. Sayın Həbib bəy də dedilər elə. Və o çox doğru məsələdir. Ən gözəl ifadəsi də fikrim o idi. İdeolojilər bizi çəkməsinlər. Biz ideolojini öz millətimizin əmrinə çıxaldaq, onlardan istifadə edək. Sosializmdən istifadə eləyəcəyimiz bəzi məsələlər var. Bilməm, kapitalist sistemdən istifadə edəcəyimiz bəzi şeylər var. Liberal dəyərləri mənimsəməliyik, yaxud başqa bir yerdən şey eləməliyik. Biz bunların hamısını diqqətə almalıyıq. Bir məsələ bir dostumuz dedilər 4 milyard, mən tam olaraq bilmədim 1.4 dedilər yoxsa 4 milyard dedilər. Orası çox önəmli deyil də. Bu ulusal kanalda zətdə birdən deyilir. Mən bəzi şeyləri biraz şey olaraq algılaya bilmirəm. Yəni Amerika durup 4 milyardı, bu söz əslən burasından biraz çelişki içərisindədir. Amerika durup 4 milyardı Azərbaycanın harasına verəcək? Azərbaycanda foqu budur. Versə bir dənə təşkilata verəcək. Mən bir dənə fərdə verməz ki. Yəni mən kiməm ki, Azərbaycanda nə cür cərəyan yarada bilərəm ki? Bizim təşkilatlarımız nə əndazədədirlər? Bizim təşkilatlarımız o qədər böyük bir çapları yoxdur ki, ona 4 milyard dolardan sən söz edəsən. Yəni bizim təşkilatlarımızın 1 milyonluq üzvü yoxdur ki, onun üçün 4 milyardlıq 1 milyonu bırakın da 10 min nəfərlik, 20 min nəfərlik bir üyə sayısı yoxdur ki, sən durasan 4 milyardı verəsən ona deyəsən ki, gəl işlə bu işi görkünü. Əlbəttə, təşkilatlar bir çox işlər görə bilərlər və pul vasitəsilə özlərini genişlədə bilərlər. Amma bu mən çox möhtəməl görmürəm. Amerika o qədər pulu dünyada bir çox şeylərə, bu milli hərəkətlərdə, bəzi yerlərdə bu xərc eləmiş ola bilər. Hətta keçmişdə Britaniya da xərcləyibdi. Bu düzdür. Bu yanlış bir şey deyil də. Amerika dünyada bəzi şeyləri müdafiə eləmək üçün bu pulları xərcləyir. Və hər halda bizim üçün də bəlkə zamanı gəlincə xərclər, bəlkə indiyəcən də xərcləyib bir işlər, bəlkə bir şey olacaqdır. Ancaq bu bir təvəhhümü totə məsələsinə sanki girilir. Çünki baxın bir dənə sənəd sunulması lazımdır. Filan kəs filan yerdə danışdı deyə bu bir sənəd olmaz. O şəxs kimdir? O şəxs Barack Obama deyil ki. Amerikanın xarici İşlər Nazirində olan Hillary Clinton deyil. Başqa birisi deyil. Yəni bu da Türkiyədə bir dənə təhlilçi 2006-da mən Xoyda şərtnamə dağıdıram, bildiri dağıdıram. Çıxıram xiyabanda protesto edirəm. Xoyda təsadüfən ilk şəhər idi ki, o olaylarda o tarakan hamam böcəyi sus qolayında eşiyə çıxdı.
Onu Türkiyənin mediasında bir dənə analist belə təhlil edirdi ki, Amerika bunları şey elədi. Özündə belə deyildi. Deyirdi, yəni belə bir şey mi ola bilər? Bu insanlar suskun şəkilini qəzetədə gördülər də xiyabana mı çıxdılar hamısı birdən? Bu təhlilin zəifliyinə. Usulən Türkiyədəki analistlərin heç İranın içərisindən təqribən xəbərləri yoxdur. Bunun da çox önəmli bir səbəbi var. Mən görürəm, Türkiyədə İran haqqında yazılan kitab sayısı çox azdır. Maalesef İranın inqilabını belə rəsəd eləyə bilməyiblər vaxtında. O haqda yəni çox fazla bir fikirləri yoxdur. Yeni Orta Doğuya, Türkiyənin açılışından dolayı bir şeylər oraya gedibdi, şey elibdi. Bu insanlar sadəcə mən Türkiyədə bəzi kəsimlərlə qarşılaşırım, usulən də solçu kəsimlər bizi tam olaraq şeyə bənzədirlər. PKK-ya, PJK bənzədirlər. Bu solçu bəzi kəsimlər vardır. Onlara bənzədirlər. Hətta milliyyətçilərin belə, türk milliyyətçilərinin içərisində də bəzi insanlar vardı. Ben burada indi 6 ildir yaşayıram, bunu bilirəm. Bəzi insanlar vardı, bu belə bir algı yaratmaya çalışırlar ki, sanki biz də Amerikanın bir projesiyik. Amerikanın bir işiyik filan. Amerika durub bir yerdə bir proje yaratmır. Var olan bir projeye baxır. Mənafeyinə uyğunsa ona dəstək verir, mənafeyinə uyğun deyilsə ona dəstək vermir. Hətta Amerika bizi yansıtmır. Amerika bizə bir dənə Azərbaycan türkçəsində VOA aça bilər. Ya da yəni VOA dediyimdə bir dənə telekanal aça bilər. Bir dənə telekanal aça bilər orada. Hətta lazım deyil öz dövlətinin adını aça. Bizim indi məsələ bu məsələdə çox kalitəli bir düşünün, bir 5-6 dənə kalitəli kanalımız var. Bir dənə Günaz TV Güney Azərbaycanda nə qədər böyük xidmətlərə yol açdı. Siz düşünün bir 5-10 dənə o cür və hətta ondan daha kalitəli yayın baxımından, proqramları baxımından üstündə işlənilmiş, orada işləyənlərin sayısı çox olan bir dənə kanal olar. Amerika bu işləri görsək günə lazım da top tüfək göndərir. Elə o yollardan bu işləri görmüş ola bilər. Eyni zamanda Güney Azərbaycanlılar İranın içərisində o cür bir Suriyə kimi bir şey yaradarlar. Belə bir şey də olası deyil. Amerika İranı çox yaxşı oxuyubdur və Amerikanın da İranın dağılması gərəyinə inanmaya başladığını da bunu da şey eləyə bilirəm deyə bilərəm. Çünki İranın, mən hətta keçənlərdən neçələrində məqalə oxudum bu haqda. İranın bir kərə coğrafiyası buna icazə verir ki, İranda hər kim iş üstünə gəlir də, Rizaxan gəlir, Məmərza gəlir, Xumeyni gəlir, fərq eləmir. Ondan sonraki gəlir. Potansiyel olarak bir şeyi vardı. Çevrəsinə saldırma yeteneği vardı. Bunun səbəbi budur ki, yeraltı qaynaqları buna icazə verir. Mənabə, nəfti diye qaynaqlara icazə verir. İran dünyada mənabə zirzəmini baxımından Amerika və Rusiyadan sonra 3-cü sıradadır. Bu çox ilginç bir rəqəmdir. Bu şeydir. Və eyni zamanda İranın o coğrafiyası coğrafiyası buna icazə verir. Yəni coğrafiya konumu elədir ki, İran həmişə məsələ Batı bölgəsi ilə, Qərb bölgəsi ilə, yəni Türkiyədə, İraqdır, tarix boyu son 2000 illik tarixində bu İrandan söhbət eləmirəm. Bu coğrafiyada var olan hər hangi bir hakimiyyət həmişə onlarla savaşmaya girişibdir. Bu bir potansiyel olarak bu ölkənin şeyində vardı və bunun coğrafiyası bunu imkanı icazə verir və üstə düşünün bir dənə qeyri-ərəb bir müsəlman və ölkədir ki, özünə bir dənə xas bir ideolojisi vardı. Yəni şiəlik digər müsəlmanların hardasa hamısı elə sünnidilər. İranda özünə xas bir məzhəb vardı demək. Yəni bu səbəblərdən və tarixi səbəblərdən dolayı o potansiyeldən dolayı bu saldı. Dolayısıyla mən zənn edirəm ki, Amerikanın xarici siyasətini qəsd eləmirəm. Amerikada bəzi aydınlar, bəzi o politologlar, siyasətçilər artıq bəlkə bu nəticəyə yetişmiş ola bilərlər ki, İranın böyük qalması zərərdir. Çünki bu böyük qalması bir digər açıdan bizim də, yəni bu o demək ki, bizim mənafeyi ilə örtüşməyə gəlir. Bu baxımdan ki, biz İranın böyük qalması hətta Türk olsa belə bizim özümüzə də, biz Güney Azərbaycan türklərinə, yəni İran artıq türkləşsə, rəsmi dili bilməm türkçə eləsə də bizim özümüzə də zərərdir. Çünki bu dövlət həmişə ətrafına saldırmaq üçün bir şey tapacaqdır. Bir gün saldıranın savaşını bəhanə edir, bir gün ərəbləri orada əzməyə çalışır ya şey eləməyə çalışır. Yəni bu düşünün öz kimliyində olan Əfqanistanla belə bu yola getmir. Yəni bu sadəcə İranda bir ideolojik rejim var deyə belə deyil.
Elə Məmərza Şah da, ondan atası Rıza Şah da eyni yollara gediblər və Qacarın da əlində qüdrət olduğu zaman eyni yolu gedirdi. Bu bir o bölgənin olması təhlükəli bir şeydir və başda da özümüzə bu açıdan ki, İran faşist bir rejimdir. O qalsın bir yana, İranın özünün yapısı, saxtarı faşizandır. Yəni oradakı o Fars kimliyi normal bir kimlik deyil. Yəni normal bir uyğar, mədəni bir kimlik deyil. Bir dənə kimlikdir ki, iddia edir ki, mən Balkanlardan Orta Asiyaya qədər olan bir böyük bir imparatorluğum. Bir belə zehniyyətə sahibdir. Və bu, yəni büyündüyündən yananan bir şey deyil ki, bu Fars kimliyinin, yəni bugünkü İran ki o təməldə qurulubdur, 1000 illik bir şey vardı. Bu 1000 illik bir sürəcin nəticəsindədir ki, bu ortaya çıxıbdır. Dünən bugünün bir şeyi deyil. Yəni dolayısıyla o məsələsinə dönəcək olsaq, o 4 milyard dolar təklif elədi. Əgər onu Türkiyədəki bir analist ya bilməm hər kimdir, analiz edən insan bunu bilirsə, bunu demək ki, Amerikadan eşiyə çıxıbdır bu xəbər və dolayısıyla bu xəbər Amerikadan eşiyə çıxıbsa, Amerika durar açıqda dediyi yerlər də olub, 70 milyon dolar ayırmışam qovmiyyətlərə İranda ziddi Cumhuriyet İslami hərəkətlərini, belə dediyi vaxtlar da olubdur. Bu işi görmüş olsa, yəni bu Azərbaycanda bir dənə çoxdan bir sürü işlər görülmüş olardı və olmaya da başlardı. Mən zənn eləmirəm bu işlərin bu qədər sadə yürüyə biləcəyini. Qaldı ki, Amerika o bir nə deyirlər, bir ağır yüngül eləməlidir bu məsələ. Elə bir günün, 2 günün içərisində gəlişəcək bir məsələ deyil. Xarici siyasətə dönüşməsi də sadə bir şey deyil. Bugün konqrəyə sunulur o. İndi bu xarici siyasətinə həqiqətən dönüşübmü Amerikanın? O tam bəlli deyil. Amma mən zənn edirəm ki, dönüşməsə də dönüşəcək. Dönüşəcəkdir bu. Yəni bu işlər olacaqdır, amma o 4 milyardı da durub təklif edibdi. Bu haqda mən rədd də eləyə bilmərəm, amma heç bir zamanda yəni olaraq baxmıram. Məncə bu Türkiyə mediasında, özəlliklə ulusal kimi kanallarda biraz o təvəhhümü totəyə yolu ilə baxırlar və bunların bəzi adamlarında siyasəti tam olaraq budur ki, bunu deməyə çalışırlar ki, baxın sadəcə kürdləri deyil, elə türkləri də buzu qutdalı. Bu imperializmi gəldi dünyanı yedi. Bilməm neynədir, imperializm eyvə patladı, imperializm bilməm neydi. Bu zehniyyətin nəticəsidir o söz. Yəni mən zənn eləmirəm 4 milyardı vermiş olurlar. Bir də Amerika ilə işbirliyi bizi götürəcəkdir dönəmində, pişəvəri dönəmində götürməz. Yəni bu səbəbdən ki, deyirəm ki, məncə Amerika o nəticəyə gəliblər ki, İran bölgəyə biraz çox böyükdür. Biraz oradan deyirəm ki, bu şeydir. Bir də bizi kimə satacaqdır? Yəni Fars hakimiyyətinə mi satacaq? Baxın, İranda Cumhuriyet İslamı getdikdən sonra təsəvvür ola bilməz ki, bir dənə bir rejim orada üstə qala bilər. Qala bilməz. Yəni çoxlu səbəbləri vardı bunun. Çünki oradakı bütün etnik qruplar düşünün, bir deyil, 2 deyil. Ərəbdir, Kürddür, Azərbaycan türküdür, Türkəmən türküdür, Bəluçdur. Hamısında bir müthiş bir millətləşmə gedir. Gedir bu. Bu yalan deyil. İkinci bir məsələ budur ki, oradakı o şeylər, nə deyirlər, İrandakı o üst kimlik, bəlkə Rıza Xan o zaman İranın rəsmi dilini türkçə eləsəydi, bugün İran bölünməz idi. Çünki İran zaten %50'si elə türk idi. Yəni o üst kimlikdə olan insanların da zamanla olar, biraz o kimliyi də yayılar da. İndi bəlkə İranın %70'i türk idi və İranın bölünməsi imkansızlaşmaya doğru gedərdi. Ancaq bir həqiqət var. İranın %25'i, 30'u ən fazla, ən durumunda Farsdır. Bu ölkədə Fars necə orada o hakimiyyəti qoruyacaq bundan sonra? Bundan sonraki dönəm demokrasi dönəmidir. İranda heç kim durub Seyyid Əli Xamenei tərzində ya İmam Xümeyni tərzində ya Məhəmməd Rıza Pəhləvi ya Rıza Xan Pəhləvi bir dikta yönətimi təzədən bunun qurulması belə imkansızdır. Biz artıq globalləşmə bir şeyin içərisində yaşayırıq. Sürəcin içərisində yaşayırıq. İranda o bir sistemin oluşa biləcəyini mən zənn eləmirəm. Yəni oluşa biləcəyini dediyimdə, çünki oradakı bu etnik qruplar birinci buna icazə verməzlər.
Buna icazə verməzlər. İran istəsə də istəməsə də bunun qədəri, müqəddəratı İranın müqəddəratı bölünməkdir. Çöküşdür. Və İrana şurəvi modeli bir çöküşün hazırlana biləcəyini mən çox mümkün görürəm. Bir də niyə bir iş görə bilmirik? Çox sadədir. Çünki təşkilatlarımız güclü deyil. Yəni hər kəs tək başına bir iş görsə heç bir iş görməz. El gücü, sel gücü. Təşkilatlanacaqsan və təşkilatın güclənəcək, o şəkildə iş görə biləcəksən. Hər halda umarım çox olmadı. Çox təşəkkür edirəm yorumlarınız üçün və səbriniz üçün. Mikrofonu buraxıram. Biz ayrı bir mövzuda danışırdıq. Bu söz Amerikanın məsələsinə gəldi. Yalnız bir şey demək istəyirəm də dünyadakı genel bir bəzi insanlarda və bəzi qoftemanlarda, bəzi argümanlarda belə bir şey vardı ki, Amerika silah satdı, bilmem. Amerikanın bugün bütün o Ərəblərə deyil də bütün dünyaya silah ixracatı zənn eləyəm 5 dedilər də 63 milyar dolardı. Fərq eləmir. 1-2 milyar dolar çox böyük bir rəqəm deyil orada. Bu baxımdan ki, Amerikanın İraq savaşında 700 milyar dolar, yəni onun bir 10 qatına yaxın bir şey xərclədiyini də düşünək. Qaldı ki, o silahın da hamısı bedavadan deyil. Yəni o 65 milyar dolarının hamısı Amerikaya mənfəət deyil. Yəni belə baxdığımızda bir Amerikanın bu bölgədə bir dənə daha biraz yaxşı durumda olan bir İrana ki, ora bir bazar kimi baxacaq. Yəni yaxşı bir Orta Doğu əlbəttə demək istəyirəm ki, oraya bir bazar kimi baxacaq, oraya bir ixracatını eləyəcəkdir. O durumda daha sobatlı bir Orta Doğuda hətta daha mənfəətli çıxa bilər. Yəni maddi baxımdan əgər baxmış olsaq, Amerika bölgədən bir varil belə petrol götürüb Amerikaya aparmır. Bunlar hamısı sənədsiz sözlərdirlər. Belə bir şeylər olmur. Olan varsa sənədini sunun ki, filan yerdə bir varil petrol İraqdan götürdü, Amerikaya müntəqil elədi. Ya da onun pulunu oradan götürdü, apardı filan. Belə bir şey olmayıbdı. Mən demirəm mənfəəti yoxdur. Mənfəəti var. Amerika dünyada yəni normal bir güc deyil, bir süper gücdür və bölgəyə və dünyaya düzən verir. Bu səbəbdən o düzən verdiyində, yəni öz düzənini verir və öz düzəni də budur ki, doğal qaz və petrol borularının və onların getdiyi yerlərin cəhdlərinin hamısı güvəndə ola. Yəni sabah bir dənə güc orada olmaya ki, Avropanın doğal qazını kəsə ya bilməm nə eləyə, bölgədə filan iş elə, onları kontrol altında tutmaq istəyir desək, bəlkə daha doğru olar. Mənim təhlilim budur, mənim analizimdir. Yəni indi deyirəm, biraz konudan uzaqlaşdıq, analiz şeyinə getmişik. Sadəcə fikrimi söyləyirəm. Mən bir politolog da deyiləm tam olaraq bu haqda şeyliyəm. Amma fikirlərimi deyirəm. Məncə elə bir şey yoxdur və İranı nədən bölmək istəyir məsələsində Amerika. Bu Amerikanın xarici siyasətinə daxil olub demədim. Dedim, çox ciddi anlamda Amerikada tartışıldığını mən hiss edirəm. Bu sadəcə Amerikada deyil, bütün bölgədə belə bir şey vardı. Qaldı ki, Amerikada elə Ərəbistanın lobisi vardı. Sadəcə Ərəbistan özü istər ki, İran bölünsün. Yəni hər halında o həm dini səbəblərdən, həm tarixi səbəblərdən və başqa nədənlərdən dolayı qaldı ki, İran niyə olur? İranda mən deyirəm, belə bir şey olmaz. Bu rejim getdikdən sonra İranda bir dənə gücü, misal bütün şah dönəmi kimi bir dənə belə otorite qurula ki, şeyi əldə saxlaya, bilməm insanları, millətləri bastıra, bilməm nə eləyə, falan eləyə. Belə bir sistem qurulmayacaqdır. Zaten belə bir şey qurulmayacaq. Qurulacağını inanmıram. Bu ki, Amerika niyə istəmir? Səbəbi budur ki, İran 2 dənə dünyanın ən önəmli petrol neft sahələrinə qonşuluq edən, onların sahili olan ölkədir. Birisi Körfəzdir, birisi Xəzər dənizidir. Qaldı ki, Asiya və Avropanın birləşdiyi bir nöqtədədir. Elə Türkiyə Asiya Avropanı nə qədər birləşdirirsə, ondan o səviyyədə İran da Asiya Avropanı birləşdirən bir nöqtədədir. Çünki Orta Doğu zaten deniz vasitəsilə bütün dünyaya vəslidir. O ki, Asiyanın doğu tərəfindən gəlir, İrandan keçir və şeyə gedir, Türkiyəyə gedir. 2002-də mənim xatirimdədir, Türkiyənin sadəcə
tranzitdən, yəni kala və hər şey, başqa şeylərin tranzitindən qazandığı məbləğ yanılmıramsa 12 milyard dolar idi. Və əslində bunu da deyim, bu bizim üçün də bir şansıdır. Bir əmn, bir güvənli bir Güney Azərbaycan üçün də gələcəkdə düşünün, elə bizim durduğumuz yerdə hələ o 2012-nin rəqəmidir. Düşünün, çox daha böyük bir bizim, yəni o stratejik konumumuz elədir ki, o qədər qazancımız ola bilər o işdən. Və bu baxımdan dediyimdə bu ölkə o şeyləri, yolları məsdud edib. Necə ki Osmanlı bütün Avropa, Asiyanın arasını kəsmişdi və Britaniya sömürgəçiliyi Hindistana ulaşmaq üçün bütün dünyanı döv vururdu. Hətta Amerika qitəsində otur tapıblar. Bu gün də İrandır ki, Asiya-Avropa arasında ciddi bir bir bariyer, bir sədd yaradıbdı. Bu İranın belə bir səddə dönüşməsi zaten təhlükəlidir. Geçmişdə də olmuşdu və bu İranın o potansiyelindən dolayı faşist bir rejimə dönür. Bu ki ərəblərə bilməm silah satır filan eləyir. Bunu mən çox eləmirəm. Mən mütəqidəm ki, hətta bu ərəblərdilər ki, Amerikanı, İranı bölməyə təşviq eləyirlər. Yəni Amerika deyil ki, ərəbləri oynadır. Amerika bir demokrasidir. Orada və bizim zənnimizin əksinə o ajanlıq və casusluq məsələləri dışında belə şeylər Amerikada, konqredə, orada, burada siyasətçilərdə və mediada tartışılır. Uzun bir zəmin oluşturulur və bu zəminin üzərində bu siyasətlər tökülür. Mən demirəm bu siyasətlər elə hamısı açıqda olur. Amma adamlar rəsmən çıxır deyir, Cumhurbaşkanı çıxır deyir. Yəni bunu bir çox belə bu dənli şeylərdə dönüb danışırlar. Mən demirəm xarici siyasətini dönüb Amerikanın. Deyirəm ki, xarici siyasəti konusunda bu tartışılır. Tartışılma mərhələsinə gəlmək çox önəmli bir şeydir. Və əlavətən, bəli, biz yəni belə bir sistem olar ki, farslar gələrlər, ora hakim olarlar, yenə də bizi əzəcəklər. Yəni bu potansiyel olaraq orada vardır. O ölkədə vardır bu. Amma bu ki, ora hakim ola biləcəklərmi, bu məsələdir. Mən dediyim kimi, İran bir dənə ehtimalında bir dənə Türkiyə kimi bir demokrasi hər halda qurulması lazımdır İrana bu rejimdən sonra. Türkiyə kimi bir demokrasi, düşünün Türkiyə hardan hara gəlibdir. Türkiyə artıq Kürt məsələsini tartışır, etnik məsələləri tartışır, bilməm çingənələrdən üzr istəyir, bilməm nə eləyir, falan eləyir. Yəni, demokrasinin icabı budur. Bu globalləşmənin gətirdiyi şeydir. Artıq internet bütün evlərə girib, bütün media, bütün şeylərə, camiələrə, toplumlara giribdir. Yəni, belə bir şeydə siz insanları o altısından, yəni tuta bilməzsiniz. Sıxma boğma altısında tuta bilməzsiniz. Artıq İranda ciddi bir nüfus milli haqlarını tələb edir. Bu Azərbaycanlılardan, Azərbaycan bölgəsindən başlayın, beləsinə Kürt, Ərəb, Lor, Lək, Bəluç, İranın bütün çevrəsini dövrün, Türkmənlər Xəzərə yetişin. Bu alanın hamısında bu millətlər haqlarını istəyirlər və bunların da nüfusu, toplam İran nüfusunun %70-idir. Mən demirəm elə o millətin hər içərisində, bir dənə Azərbaycan millətinin içərisində olan hər bir fərd bu haqqını istəyir. Bunu iddia etmirəm. Ancaq bunu demək istəyirəm ki, siz bunu da düşünün. Bugün Fars opozisyonu 41 tikədir. Heç biri də yəni sağlam bir şəkildə bir araya gələ bilmirlər. Siz zənn eləməyin ki, onlar bir araya gələ biləcəklər də İranda hakimiyyət quracaq. Birisi rəsmən istəyir şah ola, birisi mücahiddir. Yəni bunların hansına İranda o qədər tabanı vardı? Yəni bunları kimlər nə qədər dəstəkləyir məsələsi vardı. Halbuki milli hərəkətlər bunun əksinə ümumi bir dəstək görürlər. Yəni Azərbaycan millətinin hər bir fərdi, misal üçün bizim anlayışımızda o dediyimiz şeydə misal üçün istiqlalçı olmasa da Azərbaycan millətinin genel bərayəndə bunu görür. Bu o deməkdir ki, İranın nüfusunun %70'i İrandan ayrılmaq istəyir deməkdir. Yəni %70'inin nüfusunun hər bir fərdi deyil. Bunların iradələri, siyasi iradələri bunu istəyir. Bu durumda İranda bir o şəkili yaradıla bilməz. Bunlar hansı gücü ilə gəlib bizi neynəyəcəklər? Soyqırım mı yapacaq? Soyqırım yaptı, Sudan bölündü.
Sudan belə bölündü. Düşünün, İranda elə bir şey ola bilərmi? Bu olası deyil. Mən demirəm İranda bizləri öldürməyəcəklər, bilməm nə eləməyəcəklər. Savaş ola bilər, iç savaş ola bilər. Belə şeylər ola bilər. Və bu iç savaşla Amerikanın işi deyil. Bu iç savaş bizim mərkəzgera, mərkəziyyət tələb zehniyyətdəki insanlarımızın zorbası zehniyyətlərindən qaynaqlanır. Yəni oradan qaynaqlanır. İndi eşitə baxan durub bir nəfər analiz verəndə o tərs bir analizdə verə bilər. Bir ayrı məsələ də Güney Azərbaycan bir uluslararası bir məsələdir. İran içi məsələ olmaqdan çoxdandır çıxıbdı. Bizim artıq İranın bir problemi olmaqdan çoxdan çıxmışıq, uluslararası arenaya daşınmışıq. Biraz buna yardım edən şey teknoloji məsələsidir. Bir də şey məsələsidir. Demin dostlardan birisi də dedi ki, o pişəvəri dönəmində elə bir şey yaşana bilməz. Elə bir şey necə yaşanır? Pişəvəri dönəmində millət bir çox şey bilmirdi. Yəni millət şey tutulmuşdu. Hətta Cumhuriyet İslamidə o 1-ci ildə şəriət mədarı dönəmində yəni birdən o Tudeyçi gedir, şeyi güllələyir, o radio kulləsini güllələyir və orada irtibatı kəsir. Düşünün, elə bir ortamda artıq o dönəm deyil ki, İranda millətlərin %10'u 20'si yazma oxuma bilər. Artıq biz elə bir dönəmdəyik ki, İranda 20 milyon insan internet kullanır, istifadə edir. Yəni yazma oxumayı bırakın, bu internet istifadəsi bu qədərdir. Yəni şey açısından baxdığımızda bizim o qaranlıq tarixin qaranlıq dönəmində yaşamırıq. Biz indi artıq hamımız binalarda yaşayırıq, boru suyu içirik, elektrik istifadə edirik. Eynən bunları istifadə elədiyimiz qədər internet və uydu telekanalları və bilgi informasiya dünyasında yaşayırıq və o sadəlikdə də deyil ki, dura bir dənə rejimdə dura öz millətini nə qədər adam öldürəcəkdir. Bu Azərbaycanın hansı şəhərində milli hərəkət nüfuz eləməyibdir? Şəhəri buraxın, hansı qəsəbədə, qəsəbəni buraxın, hansı kəndi var ki, orada bir dənə milli düşüncəli insan olmuyor. Yəni bu millət çapında olan bir şeydir. Bunu elə kiçimsəmək bir yerə yığışdırmaq olası deyil, mümkün deyildi bu. Bir də məsələndə diqqətinizi çəkmək istərəm ki, Amerika İranı təciyə etmir. Amerika İrandakı yəni ola biləcək olan şey budur. İrandakı ayrılıq mərkəzdən o qaçan, mərkəz qoriz güclər, yəni milli hərəkətləri dəstəkləyə bilər. Hələ onu da dəstəkləyir demirəm, dəstəkləyə bilər. Mümkündür keçmişdə məsələ Kürdlərin hərəkətlərini ya başqalarını dəstəkləmiş olar, ancaq bizi dəstəkləməyib keçmişdə. Bu bir həqiqətdir. Amerika hətta bizə 1945-də bu 46-da bu Rusiya deyildi ki, bizə xəyanət elədi. Bu Amerika idi ki, Rusiyanı zorladı ki, İrandan çıxışı. Bu tarixi əslində düzgün oxumaq lazımdır və şey məsələsi də vardı ki, artıq yəni hər nəysə biz durub Amerika ilə də savaşacaqsa deyilik, maraqlarımızın örtüşmədiyinə baxacaq. Bizim bir dənə faşist bir rejimi bırakın, faşist bir İran yapılanması, bir ölkə. Bir ölkə ki, mahiyyətində faşizmi daşıyır. Yəni adını qoyub İran deyir ki, ari ırqındansan, belə bir ölkə ilə gedəcəyimiz çox yer yoxdur. Və bu yəni bizim bəzi insanlarımız zənn edirlər ki, İranda rejim getsə biz dilimizi məsələ oxumamaq kimi bir durumumuz olacaq. Yox. Biz dil haqqımızı çoxdan alıb qoymuşuq cebimizə bu rejimdən sonrası üçün. Yəni bu milli hərəkət o kiçimsənəcək bir şey deyil. Milli hərəkət yəni 30 milyon insanın bir dənə milli iradəsidir, ortası. Baxın, yaşınçılar Təbrizə girənmədi. Solçular Təbrizdə heç nə eləyə bilmir. Bunların, baxın da son 20 ilin içərisində gördükləri işlərə baxın, milli hərəkətin gördüyü işə baxın. Yəni, bunu demək istəyirəm ki, milli hərəkətin gücü və yekdəst olması, onu da deyil. Biz birdən 20-30 milyon Azərbaycanlıdan, Azərbaycan türkündən söz etdiyimizdə, bunun hamısının bir dənə ortaq milli hərəkəti var. Bütün Farsın hamısının opozisyonu və yaxud o İrani opozisyonunun hamısını gör neçə dənə yerə bölünmüş, şiddətlə ideolojik ayrıcalıqları olan və bir-birlərini əsla qəbul edə biləcək olmayan şeylər vardı.
yəni indi Riza Pəhləvi teypini misal üçün mücahidlər qəbul etməsi imkansız bir şeydir. Ya mücahidləri Riza Pəhləvinin qəbul etməsi, ya yaşılçıların mücahidləri qəbul etməsi, yaxud filan şeylərin filan. Yəni bunlar heç birisi bir araya gələ biləcək, ideolojik bazada bir araya gələ bilməyəcəklər. Bizlər indi bir-birimizə hətta tartışsaq, belə küfür etmiş də olsaq, bizim ideolojik bir ayrıcalığımız, ayrımçılığımız yoxdur. Eşikdə olan 3-5 nəfər də ayrı bir sözlər deyə bilərlər millətimizin o mənafi dışında sözlər deyə bilərlər. Bu millətimizin milli və siyasi iradəsini yansıtmır və bu sözdən də qorxmamalıyıq. Mən belə də inanıram əslində və düşünürəm ki, Azərbaycan milləti o qədər milli hərəkət o qədər güclüdür ki, buna belə sıqla şeylər daş kəssək buna heç nə eləməz. Bir də dostlarım bir mətrəh elədin, həm Türkiyə ilə Azərbaycan. Kim deyir Türkiyə ilə Azərbaycan birləşir? Əslində bunun Azərbaycan tərəfini buraxaq, Türkiyənin içərisində, yəni Türkiyənin dövlət siyasətində belə bir siyasətin olduğunu kim deyibdir? Yəni belə bir şey yoxdur ki, bir də durasan ona müsbət baxasan ya da mənfi baxasan. Belə bir şey yoxdur. Biz bunu Türkiyəni bir dənə ulus dövlət kimi nəzərdə tutmalıyıq. Burada yanımızda qonşumuzdadır və bizim kimliyimizi daşıyır. Ortaq kimliyimiz var bununla. Bu belə bir şeydir. Eyni zamanda Türkiyə o Kuzey İraq məsələsindən dolayı biraz da siyasi olaraq ağzı yanıq. Zənn eləməyək ki, Türkiyə, mən bunu həmişə bir tərəfə qoyuram. Türkiyənin bizə olası mühtəməl köməyini bir tərəfə qoyuram. Onu elə nəzərdə tuturam ki, heç bizə köməklik eləməyəcək. Çünki biz belə düşünməliyik ki, öz ayağımızda duraq. Ancaq, məsələn, Türkiyənin o məsələdə biraz ağzı yanıqdır. Yəni, mən inanmıram ki, özəlliklə misal üçün Batı Azərbaycanda Türkiyə bizi yalnız buraxar. Yəni, bu şeyləri nəzərdə tutmalıyıq. Bir ayrı məsələdə zənn edirəm bu qədərdir. Bu söhbətlərin hamısını zənn edirəm yetirə bildim. Yəni, bir anlamda biz milli hərəkatımız haqqında ümidsizliyə qapılmamalıyıq deyirəm və yəni milli hərəkatın gücünə də inanmalıyıq. Bu ki biz yeni bir hərəkatıq, bunu da əlavə edim. 20 ilin içərisində düşünün, biz misal üçün Kürdlərin 100 ildə getdikləri yolu biz 20 ildə getmişik. Bunu heç bir zaman göz ardı etməyik. Bu ki təşkilatlanmaq məsələsi təşkilat boşuna oluşmaz. Yəni bir yerdən bəlli sayədə bir insan kütləsi çıxar eşiyə, bunlar oxuyarlar, bunlar bilgilənərlər və sonra şey olarlar. Nə deyim, onun içərisindən bir siyasi bir örgüt çıxar. Bunun eşik tərəfi belə olar. İçəri tərəfində də bəlli bir şəraitdə, hər hansı bir şəraitdə o örgütlər o şəkildə güclənməzlər ki, bu ayrı bir məsələdir ki, örgütlənmək və təşkilatlanmaq məsələsində tartışma yeri də fikirəm ayrıdır. Bizim konumuzdan genə də uzaqlaşırıq və o haqda da danışıqların gedilməsi gərəyinə inanıram. Hər halda çox təşəkkür edirəm. Yenə də yordum sizi. Sağ olun. Gözəl. Mən bir ara kəsildim. Sayın Hüseyn bəyin söhbətinin ikinci qismini biraz eşitmədim. Biraz açıqlamaya çalışacağım. Bəlkə o eşitmədiyim qismi varsa onu təkrardan zəhmət olmasa söyləyə bilərlər. Çox təşəkkür edirəm, çox minnətdaram gerçəkdən. Sayın Həbib bəy, sizə və dəyərli dostlarımıza bayaqdan səbirlə təhammül ediblər, söhbətlərimizi dinləyiblər, sağ olsunlar. Bir məsələ bu ki, Batı Azərbaycan məsələsində mən inanıram ki, bizim bir Kürt stratejimiz olmalıdır. Yəni genel olaraq bunun şeyini çizmiş olsaq, mən bir keçmişdə yazım da vardı. Mən o təqidəm ki, Azərbaycanın bizim o sərhəd bölümlərində bizim iki problemimiz var. Bunun birisi bir İran problemidir. Birisi də yəni o İran dediyimdə İran-Pars problemidir. Birisi də Kürt problemidir. Bu Kürt probleminin Pars problemindən biraz fərqlidir. Çünki biz mən belə düşünürəm ki, İrandan yəni o istiqlallığımızı əldə etdiyimizdən sonra Fars problemi bitə bilər. Orada durar, tamam olar. Amma Kürt məsələsi bu baxımdan şeydir ki, bizim öz coğrafiyamızın, ərazimizin içərisində də Kürdlər qalacaq və biz bu Kürdləri ilə o PKK, PJK yaxud o Kürdün
o siyasi tuhaf bölümünü bir-birinden ayırt etməliyik, edə bilməliyik bunu və bu doğrultuda biz siyasətlər gəlişdirməliyik. Ancaq biz əlbəttə bu məsələdə çox hazırlıqlı olmalıyıq və bu şeyin önünü kəsməliyik. Bu çox önəmli bir məsələdir. Yəni biz buna diqqət etməsək, bugündən fikirlər ürətməyə başlamasaq ki, sabah o fikirləri orada istifadə edək. Yəni bölgədə bir nə deyirlər, bir etnik təmizləmə, bir parçasazlığı, qonumu belə söz konusu ola bilər bölgədə. Bunu Kürdlər də bizə qarşı eləyə bilərlər, bizdən də mən inanmıram, amma ola bilər, yəni bir insanlar o dəhşət ortamında bəlli deyil ola. Yəni Kürdlər dediyimdə Kürdlər özləri eləməzlər də, o Kürdün o siyasi iradəsinin o qismi ki PKK-PJK içərisində və terrora ulaşıbdır. Bu şeyin üçün diqqətli olmalıyıq və o Batı Azərbaycanda bir məsələ var. Yəni dedim ki, torpaq nə qədər önəmlidir və belə verilməz filandır. Pay olmaz, yəni sözdə torpaqdan pay olmaz əslində. Və olaraq biz baxdığımızda bu sadəcə misal üçün Azərbaycanın o bəlkə güney bölgələri, cənub bölgələri kimin deyil. Misal üçün Həmədan bölgəsi kimin deyil ki, oranın məsələn torpağı stratejik baxımdan Batı Azərbaycanın o hər bir nöqtəsi son dərəcə önəmlidir. Əhəmiyyət daşıyır. Bu baxımdan ki, bizim düz Türkiyə ilə olan sınırlarımızda dağlar vardı. Yəni bu qey'i sınırımız vardı, sərhəddimiz vardı Türkiyə ilə. Və bu o qismətlər topoqrafik olaraq baxsaq ucadırlar, yüksəkdədirlər. O yüksəkliklər eyni zamanda ki, orada bir də savaş bir durumu gəlsə bizim üçün biraz çətin ola bilər. Eyni halda o yüksəkliklərin bizim həmişəlik əlimizdə qalması son dərəcə önəmlidir. Yəni oradan biz o təbii sərhəddə əldən versək, yəni ondan sonra Azərbaycan bir güvənsizlik ortamı içərisinə girir. Bu, yəni ondan sonraki istiqlalımızdan sonraki bütün tariximiz dönəmində bir o nə deyirlər? Bir güvənsiz bir şeyə girər və mərzləri, sərhədləri həmişə təhlükə altında ola bilər. Yəni bu məsələ bu da çox önəmlidir. Ancaq açısından baxdığımızda o ki Urmu filan məsələsində bu məsələni əlbəttə biz bəzi şeyləri abartırıq. Bizim Urmuda, Xoyda, Makkıda salmasında bunlarda o Kürdlərin nüfusu o dərəcə deyil ki ola. Yəni biz bunu çözülməz bir problem kimi görək. Yəni bizim insanlarımız bunu çox böyüdürlər. Yəni problemə həmişə diqqətdə tutmalıyıq. Həmişə diqqətdə tutmalıyıq. Amma bu mənada yenik, məğlub bir psixoloji içərisinə qapılmamalıyıq. Bizim Urmuda ən fazla 11% Kürdümüz vardı. Yəni bizim orada bunun üzərində çox diqqətli şeyimiz olmalıdır. Yəni bir də Urmu bir əyalət mərkəzidir, bir ostan mərkəzidir. Bütün o Urmudan aşağıda olan Mahabaddan, Soğuqbulaqdan, Xanadan, Piranşəhərdən və o şəhərlərdən və əlavətən Kürdistan əyalətindən, o ostandan bütün orada misal üçün bölgənin ən böyük xəstəxanası Urmudadır və buna Urmuya gəlirlər. Bölgənin ən böyük şəhəri Urmudur. O bölgədə, İranın qərb bölgəsində buna Urmuya gəlir. Və bu şəhərdə belə nüfuslarının çox görülməsi, oranın Urmunun Kürd nüfusunun çox o dərəcədə, o sayda olduğu anlamına gəlmir ki. Yəni bu Xoyda da belədir. Xoyun özündə nüfusun 3%, 4% belə Kürd deyil. Yəni misal üçün bunları nəzərdə tutmalıyıq. Eyni zamanda deyim kimi buna bir stratejimiz də olmalıdır. Təbii ki bizim indi bir dənə təşkilatımız, silahlı təşkilatımız yoxdur, onların vardır. Amma bunun yanında da bizim ayrı müsbət şeylərimiz vardır. Heç bir zamanda belə bir şeyi arzu etmirik ki, bir savaşa girək. Eyni halda da mən demin dedim də dostlardan bir soruşur, Urmuda %11'in üzərində deyil, bunun üzərində bəzi araşdırmalarımız olubdu. Və olaraq nəzərdə tutduğumuzda yəni bu məsələ budur, sadə çözüləcək bir məsələ də deyil, budur halətini. Bəzi insanlarımız çox böyük bir səhv eləyirlər, zənn eləyirlər və ki o bölgədə İraniki dildə danışan insanların hamısı
Kürdür. Bu bir səhvdir. O bölgədə yəni Kürdür dediyimizdə o Kürdlər hamısını eyni nəzərdə tuturlar. Baxın Kurmancı, Kürdlər özlərinə Kürd deməzlər. Özləri Kurmancı isə özünə Kurmancı deyər, dilinə Kurmancıca deyər. Sorani isə Soranicə deyir. Bu şeydən baxdığımızda bəzi insanlarımız birdən gedirlər Demokrat ya Komale Partisi ilə müamilə eləyirlər ki, sabah Kürdlər urmaya bilməm hara gəlməyə. Axı onlar Soranilərin təşkilatlarıdır. Bu bizim o bölgədə urmunu zadı eləyənlər buna daha çox şeydir, PKK-PJAK-dır ki, bunlar çox daha fərqlidir. Bunlar Türkiyədə olan Kürd kitləsinin ki, biz onlara Kürd deyirik. Bunlar əslində eşikdə də başqa millətlərin yanında çıxardiklərində özlərinə Kürd deyirlər, amma öz aralarında Kürd demirlər. Onlar etnik olaraq bir-birlərini fərqlidir. Baxın, etnik kəlməsini işlədirim. Kurmancı ayrıdır, Sorani ayrıdır. Yəni, bu çox fərqlidirlər. Və şey olaraq bunu demək istəyirəm ki, biz gedib orada misal üçün Savuzbulaq Kürdü ilə urmunun xoyun müamiləsini eləyə bilmərik. Bu çox səhv bir şeydir. Bunu həmişə bir yerə yazaq və diqqətdə tutaq. Bir ayrı məsələ içəri ilə irtibatı da edilir Hüseyn bəy, Sayın Hüseyn bəy. İçəri ilə irtibat məsələmiz, yəni bilirsiniz, bir dənə münsəcim təşkilat, çox münsəcim belə geniş çaplı bir təşkilat olduğunda belə şeylər çox rahatlanır. Geniş çaplı təşkilatın ki, o pul məsələsi də o nə deyirlər çözülmüş olsa, orada şey eləmək olar. Yəni bu şeylərin xəzinəsini nəzərdə tutarsan, misal üçün bir çox böyük bir təşkilat olanda mücahidlərə baxın. Yəni, sırf mücahid xalqın özünün bir dənə kanalı var, bir dənə şeylər var, içəridə adamları var, ta ittilaat təşkilatının içərisində İrəmdə adamları vardı, filan yerdə var, parlamentoda var, orada, burada filan. Bu şeyi nəzərdə tutmalıyıq ki, bizim daha o səviyyədə bir təşkilatımız yoxdur. Bunun elə o səviyyəyə gəlməyimiz, bu içəri eşik irtibatını gücləndirməyimizin yollarından birisi bu təşkilat. Və təşkilat məsələsi bir yana qalsın, ikinci bir məsələ orqanizasyon məsələsidir. Yəni örgüt deyil də, ondan bir daha fərqli bir şey organizasyon. İçəri ilə eşiyin arasında organizasyon vardı, amma içəridəkilər və eşikdəkilər bəzi səbəblərdən dolayı bir-birlərini dərk eləyə bilmirlər. Bəzi səbəblərdən. Yəni bu ki, belə bir iddiada bulunmuram ki, tamamən dərk eləmirlər. Bunun yanında deyirəm ki, bəzi eşikdə olan insanlarımız bu milli hərəkətin içərisində təriflənən ya özlərini tərifləyən insanlarımız, milli hərəkətin fərdi olanlar, milli aktivist olanlar, bunlar bəziləri çox keçmişdə çıxıblar eşiyə. Yəni, bu baxımdan oradakı şeydən biraz zaten qopuqluq yaşayırlar. Və oradakı durumu tam olaraq olduğu kimi algılamaya bilərlər. Misal üçün mən orada olduğumda güneydə, yəni orada bir sürü şeylə, bir çox insanlarla irtibatım daha belə yaxından, yəni o ara insanlar üz-üzə danışarlar, diyaloqa girərlər, o arada yazışma şəklində ya bir də Skype-dan oradan buradan filan ya başqa şəkildə öyle düşünürük. Bunu da bilirik ki, İran'da bir totaliter bir rejim və o şeylərin hamısını kontrol altında tutur. Yəni bunları nəzərdə aldığımızda biraz şeydir. Bu diyaloqsuzluğun səbəbi eşikdə bəzi milli fəallarımızın içəri ilə tamamən qopuqluq yaşaması və erkən dönemdə çıxdığı üçün, bir də məsələ 20-30 ildə çıxdığı üçün o körpünü bəzilərimiz ehsas edirəm ki, qura bilməmişik. Bəlkə bir ehtimal olaraq deyirəm. Bəzilərimiz də var ki, o körpünü yaratmışıq, içərini yaratmışıq, ancaq mühtəmələn ideolojik olaraq baxırıq. İdeolojimizi içəriyə aşılamağa çalışırıq. Halbuki bu belə deyil, belə işləmir. Bu isə yanlış oxumaqdır məsələni. Biz əslində içəridəndir ki, eşiyə ideoloji verir, yəni milli hərəkət baxdığımızda. Bu içəridəndir ki, çıxır eşiyə. O içəridədir ki, olgunlaşır, çıxır eşiyə. Yəni bizim misal üçün Urmu gölü məsələsi eşikdən içəriyə verilmədi.
içəridə idi ki, bu eşitə buna dəstəklənir, bilməm mediada orada burada dəstək verilir, insanlar xəbərdarlıq yapılır, bilməm nələr olur. Ama ancaq bunu da düşünəlim ki, oradakı o paylaşılan bildiri hər şeydən daha önəmlidir. Yəni budur ki, o şeyi, o içərinin özünə xüsusi bir ekosistem oluşduğuna inanaq. Bax, o şey özünü kamilən bərtərəf eləyə bilir, öz ehtiyaclarını bərtərəf eləyə bilir. Eşikdə daha çox içərini anlayıb, içərinin istəkləri və o niyazları doğrultusunda hərəkət etməliyik. Hətta mən şey məsələsini, o kimlikzat məsələsində bəzi şeylər mətrəh olur. Biz içərinin istəkləri doğrultusunda davranmalıyıq. İçərini məhkum etməməliyik. Misal üçün mən misal vurdum. Mən də deyirəm bəlkə bozqurd işarətindən çox xoşum gəlmir. Amma bu içəridə axı o pis bir anlam daşımır ki. Pis bir anlamda biz içəriyə tabe olmalıyıq. İçəriyə boyun əyməyi başarmalıyıq. O bir dənə millətin hərəkətidir. Milyonlarca insandan və bəlkə bəzilərimiz bilmir. İçəridə minlərcə bizim orada, yəni minlərcə, yüzlərcə insanımız vardı ki, o içəridəki şeyi kontrol edirlər. Yəni milli hərəkət başına deyil. Düzdür, bir dənə belə bir bu şəkildə bir təşkilat yoxdur. Amma bu şəkildə bir orqanizasyon vardır. Bu insanlar hər hansı bir təşkilatdan olsalar da içəridə bir araya gəlib bərabər birlikdə bir işlər görürlər. Böyük protestolar yola salırlar, bilməm nələr eləyirlər. Yəni bu işlər içəridə yapılır. Yəni bu baxımdan biz içəriyə tabe olmayı birinci başarmalıyıq. Mən içəriyə inanıram. Yəni bu eşikdən filan dövlət belə hətta o içəriyə o qədər etki edə bilməz. Yəni o içəridəki o potansiyel, o siyasi ekosistemin gücü o qədər yüksək səviyyədədir ki, yəni misal üçün X dövləti dura gələ ona etki buraxmaya çalışır. Yəni çox belə rahat bir şəkildə eləyə bilməz. Çox çətin olar işi. Bu içəri çox daha güclü bir şeydir. Və bu içəri eşik məsələsində də biz, yəni dediyim kimi bir önəmli mətləb də vardır ki, biz içəridəki bəzi şeyləri nəzərdə, yəni mən söhbətin başında da dedim. İndi bizim mən burada eşitəyim danışa bilirəm. Siz eşitəsiz danışa bilirsiniz. Bir araya gəlib söhbət eləyə bilirik. Burada eşitə azad bir şəkildə. Sonra da bu videonu da qoyuruq bir yerə. İnsanlar eşitsinlər deyə filan. O içəridə belə bir şey yoxdur. O içəri bir dənə baskı, bir dənə xəfəqan bir rejimin altında bunlar çalışırlar. Bunlar öz yöntəmlərini də tapıblar. Çox ilginc bir şəkildə, yəni Azərbaycanın öyrənci hərəkatı nə qədər sıxı bir hərəkatdır. Yəni bunlar öz yöntemlərini tapıblar və o bəzi şeylərdən dolayı bunlara bu bir etnik bir hərəkət kimi baxmaq da deyirəm səhvdir. Bu yəni içərini yanlış oxumaq deməkdir. O içəridə bir dənə sadəcə bir etnik bir hərəkət getmir. İçəridə çox güclü bir milli hərəkət vardı və bu milli hərəkət ulusal bir çapdadır. Adı üstündədir, milli hərəkət. Mən keçmişdə də bunu bir başqa yerdə söhbətlərimdə demim. Biz Güney Azərbaycan milli hərəkatının adını da düz oxuyaq. İndi bəzi adamlar onun adını da dəyişir, amma onlar bilmirlər ki, gücləri buna yetə bilməz. Yəni biz Güney Azərbaycan, ya indi Azərbaycan fərq eləmir. Azərbaycan dediyimizdə Güneydə Azərbaycanın özünü. İndi biz Güneydə misal üçün lazım deyil ki, biz öz dilimizdə deyək Azərbaycan türkçəsi. Güneyin içindəyik, orada tək türk Azərbaycan türküdür da. Yəni o güneyin içərisində. Yəni türk dediyimizdə Azərbaycan türkü ağlımıza gəlir. Lazımdır. Biz bu Azərbaycan türkcəsi misal üçün dediyimizdə, Azərbaycan türkü dediyimizdə bunu eşik dünyadakı şeylə ayırmaq üçün, yəni o təfavütü ortaya qoymaq üçün istifadə edirik. Bu bağlamda şey olaraq, yəni o içəridəki o teorik məbhəslərin davamlılığını, içəridəki belə bir potansiyelinin olduğu bu millətçilik məsələsi ta illər öncədən içəridə də tartışılır da. Yəni bunların hamısını şey olaraq içəriyə tabe olaraq içəridəki ehtiyacları bərtərəf eləyək, eyni zamanda içərinin səsini eşiyə duyurmaqla. Yəni daha çox buna odaqlanmalıyıq ki, içərinin səsini eşiyə necə duyura bilərik. İçəridə bir protesto olur 2006-da. Yəni bizim çox fəallarımız eşitə çalışdılar ki, biz səsi bir yerlərə eşitdirərlər.
Amma bu o qədər böyük bir çapda olmadı eşikdə. Orada içəridə 2006-da yəni qiyamət idi. Mən Tehranın protestosunda da olmuşam, Xoyda da olmuşam, başqa yerdə də olmuşam o 2006 olaylarında. Hətta orada da tutuqlanmışdım. Və olaraq demək istəyirəm ki, bu yetərincə eşikdə yansımadı. Yetərincə yansımadı. İndi bəzi rəssamlar buna boykot qoya bilərlər, amma ancaq dünya hamısı bir neçə ölkədə özətlənmir. Bu yayınlana bilərdi dünya həqiqətində. Səbəbi budur ki, sistemli çalışmırız da. Eşikdə o orqanizasyon qurula bilməyib içəridəki kimi. Maalesef içəridən çox daha zəifdir orqanizasyon şəkli. Eşikdə bir tək təşkilatlar var, o təşkilatlar da çox münsəcim deyirlər, sayıları eşikdə yetərli deyil ki, o dərəcədə işləri görə bilərlər. Mən Hüseyn bəyin bilmirəm, tam olaraq cavablaya bildim o şeyi, yoxsa yox, münasibət bildirsələr yaxşı olar. Söhbət olmasa da mən hamımızdan tekrardan təşəkkür edəcəyəm səbriniz üçün. Özəlliklə biraz söhbətimdə ilk çox uzun olmuşdu. Çox sağ olun, çox təşəkkür edirəm sizdən, Sayın Həbibədən və dəyərli dostlarımız Təbriz bəy. Mən əlbəttə buradakı isimlər ki yazılır, onların tam olaraq adlarını bilmirəm. Çox təşəkkür edirəm hər bir fərdinizdən. Çox sağ olun məni təhammül eləyə bildiyiniz üçün və mikrofonu buraxıram. Gecəniz xeyrə qalsın. Yaşasın Azərbaycanımız.